Sayğılı həmvətənlər, salam, hər vaxtınız xeyir olsun. Canlı verilişimiz efirdədir. Mən bu başdan elə dünənləri canlı efirdə ola bilmədiyimiz üçün seyircilərimizdən üzr istəyirik. Bir texniki problem yaşandı ona görə. Bu günləri canlı verilişimiz gördüyünüz kimi efirdədir. Sayın Profesor Doktor Firidun bəy Ağasoğlu Bakı stüdyosundan. Biz kimik verilişində, mövzu isə Azərbaycan adı. Təbii ki, bura bir çox detallar daxil olacaq bu axşamki söhbətə. Əgər imkan olsa, zaman qalsa verilişimizin sonunda təxminən bir 20 dəqiqə, 30 dəqiqəlik cari məsələlər haqqında gündəmdə olan hadisələrlə bağlı sizə bilgi verəcəyik. Olmasa ki, növbəti verilişdə. Sayın Firidun bəy, çox xoş gördük sizi və məmnuniyyətlə sizi dinləmək istərdik. Buyurun. Günaydın Cavad bəy, soydaşlarımı da buradan salamlayıram. Axşamınız xeyir, buyurun. Bugünkü mövzunun adı təsadüfi seçilməyib. Çünki son vaxtlar Azərbaycan adı üzərində müxtəlif fikirlər səslənir. Bəzi spekulyasyon xarakterli söhbətlər də gedir. Ona görə Əhməd bəyin verilişinin birində mən söz verdim ki, soydaşlarımla Azərbaycan sözü haqqında ayrıca bir verilişdə söhbət eləyəcəm və həmin gün gəlib çatıbdır. Azərbaycan sözü bəziləri... Sayın Firidun bəy, indi yəqin ki, kifayət qədər bu haqda söhbət eləyəcəksiniz. Sadəcə mən istərdim ki, həman bu adamlar bir iddə indi adını şəbəkə qoyaq, ya mafiya qoyaq, ya hər bir şey. Nə dərəcədə ciddi alırsınız bunların bu dediklərini, danışıqlarını? Siz hesab edirsiniz ki, bunlar hansısa bir cəmiyyətdə təsir mi qoyur, mənfi təsir, ya necə? Yəni, nədən bu qədər bu məsələ ciddiyə alınıb? Cavad bəy, bu şəxsən məni onların dedikləri heç ilgiləndirmir. Rəhmətli Xəlil Rza demişkən, mənə vız gəliyor. Amma bu söhbətlərin təsirinə düşən soydaşlarımız olur. Yəni, bu bir tordur, qurulubdur. Bir də baxsan, çox sağlam bir insanımız, hətta aydınımız bu tora düşür. Bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən və o ilan alaçatıdan qorxan kimi Azərbaycan sözündən qorxan Fars rejiminin deyəcəyi sloqanlar bunların dili ilə deyilir. Bu məsələnin ciddiliyi buradadır. Ona görə buna fikir verməmək də düz deyil. Bunun üçün bu sözün tutumu haqqında belə geniş söhbət eləmək lazımdır ki, bir dəfəlik buna son qoysun. Yəni, bunu çox tutub, ucundan tutub, ucuzluğa getməyin də tərəfdarı deyiləm. Amma mənə elə gəlir ki, bugünkü söhbətimizdə artıq Azərbaycan sözünün tutumu, məna tutumu, onun yaranma yolları, yaranma vaxtı, onun siyasi tutumu, onun vətən anlayışındakı yeri, onun etnik tutumu, yəni bu Azərbaycan sözünün altında hansı millət nəzərdə tutulur, bir də bu sözün bugünkü durumu. Daha çox da imkan olsa Sayın Firidun bəy, çünki çoxlu suallar olur ki, bizim Azərbaycanın ərazisi haradır? Yəni, buna daha çox bir qədər yer verilsə çox yaxşı olacaq. Yəni, əsasən sualı budur. Biz millətin istəklərini daha çox önəm verməliyik. Çünki bir də adamlar, məsələ, tutalım, orta əsrə aid tarixi, ən azından o orta əsrdə yaşayan, o yazanların, onların yanaşması daha doğrudur. Bu günlər bir 40-50 yaşı olan bir şəxs oturur, ağılına nə gəlir, kimin haqqında, hardansa gedir oradan buradan, bir şeylər özündən uydurur, yazır. Bu bizim üçün tarix ola bilməz. Millətimiz üçün təbii ki, bu tarix ola bilməz. O mənada, yəni onları o qədər də mən şəxsən hesab edirəm ki, ciddi almaq lazımdır. Amma görürük, dəfələrlə siz özünüz də şahid olubsunuz. Həmişə sual bizə verilir ki, bizim ərazimiz, yəni tarixi ərazimiz haradır? Bizim sərhədlərimiz haradır? Ki, bugünkü mövzuya bunu da daxil eləsəz, təbii ki, olunacaq, söhbət olunacaq, çox yaxşı olar. Buyurun. Bunu yaxşı xatırlatdı. Çünki o göndərdiyim xəritə sxemlərin içərisində
bu sizin verdiğiniz sual da var. Yəni Azərbaycan sözü hansı əraziləri əhatə eləyir, tarixən necə olubdur, sonra necə olubdur, bugün necədir, bu da var. Belə ən yaxşı bu suala cavab Günas TV-nin o xəbərlər verilişindən qabaq ki, Azərbaycanın bütöv xəritəsi qoyulur və onun necə hissə parçalanıb ayrı-ayrı dövlətlərin tərkibində qalması haqqında o xəritə sxemdə izahı gedir. Elə Günas TV-nin ən böyük xidməti də odur ki, bu 8 ildə, artıq 8-ci ilə keçir, soydaşlarımızda, vətəndaşlarımızda, başqalarında da artıq o biri var ki, oxuyursan, eşidirsən, bir də var hər gün görürsən. Gözümüzün qabağındadır o coğrafiya. Yəni Günas TV-nin ən böyük xidmətlərindən də biri odur. Baxmayaraq ki, Quzey Azərbaycanda 10-12 dənə televiziya var, heç biri bu cür xəritələrdən istifadə eləmir. Elə buradan mən sizlərə öz təşəkkürümü bildirirəm ki, yəni millətin bilgilənməsində Günas TV-nin adıca bir dənə xəritədir, fikir verin, amma o xəritənin verdiyi etki, xəritənin zehinlərdə yaratdığı anlayışın əhəmiyyəti həddindən artıq çoxdur. Onu ən azından mən bilirəm, yəni bir uzman kimi onun əhəmiyyətini bilirəm. Buyurun. İmkan olduqca Cavad bəy, yəni mən çox müxtəlif məsələlərdən danışacağım Azərbaycan sözü ətrafında. Ola bilər ki, mənim danışığımda verəcəyim informasiyada bəzi deyək ki, qaranlıq məqamlar oldu. Onu mən bilirəm, amma çatdıranda deyək ki, tam çatdıra bilmirəm. Belə məqamlar olanda xahiş edirəm, sən də söhbətə qarış, sualı ver, aydınlıq gətirək. Və yaxşı olar ki, bugünkü söhbətimizə soydaşlarımız da qoşulsun. Və bu məsələni bir dəfəlik bitirək. Bilirsiniz, mənim yəni bir 3 ildir bu Biz Kimik verilişində məni tanıyanlar bilir ki, mən bir məsələdən danışanda onu yarıdan başlamıram. Onun başlanğıcından başlayıb bugünə gəlirəm ki, mənzərə tam aydın olsun. Məsəl üçün, əgər birindən soruşurlar ki, çörək nədir? O, əgər cavab versə, çörək görmüşəm, nənəm təndirdə pişirir, gətirir, qoyur süfrəyə, biz də yeyirik. Çörək budur. Bu çörək haqqında tam informasiya deyil. Çörək haqqında tam informasiya, tam bilik əldə eləmək üçün gərək buğdadan başlayasan. Ki, bu buğda nətər səpilir, əvvəlcə yer şumlanır, buğda səpilir, sonra orası sulanır dəfələrlə. O göyərir, bunun sümbülü yaranır, onu yığırlar, döyürlər. Deməli, qılçığı ayrılır oradan, onu soğururlar, gətirib dərmanda üydüb un eləyirlər. O undan nənəm xəmir eləyir, xəmirdən kündələr hazırlayır, sonra bunu təndirdə yapır, bundan sonra hazır şəkildə gəlir. Yəni bu çörəyin tarixinin belə ilkin doğuluşundan başladığımız kimi hər şeyin də tarixini o şey, nəsin haqqında əgər bir məlumat almaq istəyirsə, vermək istəyirsə, onun başlanğıcından başlamaq lazımdır. Ona görə də mən bu Biz Kimik söhbətini həmişə başlanğıcdan başlayıb, İslama qədər gəlmişəm, imkan düşdükcə İslamdan sonraki dönəmlərə də qonaqları çağırıram, söhbət eləyirik. Məsələ nədir? Məsələ budur ki, bugün Azərbaycan xalqı dediyimiz və Azərbaycan məmləkətində quzeyli, güneyli yaşayan Azərbaycan türklərinin ən azı 5000, 4000 illik tarixini başlayıb gəlmişəm bugünə qədər. İndi qısa da olsa, onları qısa-qısa təkrar edəcəm ki, görək bu Azərbaycan bayaq Cavad bəyin verdiyi sualı necə qapsayır? Yəni, Azərbaycan deyəndə hansı ərazilər nəzərdə tutulur? Bunun üçün öncə Azərbaycan sözünün iki, deyək ki, anlamına baxmaq lazımdır. Biri, etnik coğrafiya anlamında, bir də siyasi coğrafiya anlamında. İndi o şəkilləri Rauf bəy xırda olsa, elə o şəkillər üzərində mən söhbətimi davam elətdirəcəm. Yəni, etnik coğrafiya deyəndə odur ki, bu dildə danışan insanların yaşadığı ərazilərdir. Və bu ekranda gördüyünüz o rəngli
demək, xəritədə Qara dənizlə Xəzər dənizi arasında aşağıdan da Kəngər körfəzidir və Dəclə çayından da Kür çayının quzeyinə qədər o kvadrat qara xəttlərlə ki verilib. Bu tək Azərbaycan türklərinin yox, bu bütün türklərin yarandığı, bütün türklərin, ulu babaların yarandığı məkandır. Yəni proto-türklərin məkanı buradır. Və indi Allah elə eləyib, Tanrıdan da bizim qismətimizi o düşüb ki, biz həmin o proto-türklərin ilkin ata yurdunun varisiyik. Yəni o birisi türklər kimi buradan çıxıb gedib Orta Asiyada, Altayda, Kuzey Sibirdə, Avropada, nə bilim Tataristanda zətdə yaşamırıq. Elə ən ulu türklərin yarandığı yerdə yaşayırıq. Bu bizim həm də biraz məsuliyyətimizi artırır. Türk tarixi açısından, Türk tarixi baxımından. Yəni, bugün Azərbaycan türkləri dediyimiz insanların vətəni həmin o qədim Türk yurdunun içində yerləşir. Bu, deməli, xəritənin miladdan öncə 4-cü min ilə qədərdir. Ondan da qədimə nə qədərdir, onu bir Tanrı bilir. Artıq miladdan öncə 4-cü min ildə buradan miqrasiyalar başlayıb. Yəni, Türk boyları buradan quzeyə, doğuya başlayıb hərəkət eləməyə. Yəni, 6000 il bundan qabaq artıq bu ata yurdu, ilkin ata yurdu qalıb burada, biz qalmışıq orada. Amma buradan gedən soydaşlarımız da gedib özlərinə ikinci ata yurtlar salıblar. Orta Asiyada, Altayda, Güney Sibirdə, Kuzey Qafqazda, Güney Avropada, indiki Tataristanda, Başqırstanda, Çuvaşistanda, hətta bəziləri gedib Baykal gölündən də yuxarı qalxıbdı uzaq şərqdə. Məsəl üçün Saxalar, o Yakutlar. Hamısı buradan gedib. Azərbaycan türklərinin ən qədim yurdu burasıdır. Ki bunun 6000 illik yaşı var. İndi 6000 ildən üzü bəri gələcək. Buradan ki, Türklər başladılar getməyə, o bizlər qaldıq burada. Yəni, biz qalandan sonra artıq bura Proto-Türk yurdu adlana bilməzdi. Bu artıq Azərbaycan türklərinin yurdu adlanırdı. Niyə? Çünki artıq Ulu Türk ailəsi dağılmışdı. Bu da normal haldır. Çünki bütün ulu dillər o cür dağılır. Hind-Avropa dilləri də elə dağılır, Finigorda, Qafqaz dilləri də, Dravid dilləri də, Sami dilləri də. Sonradan parçalanmalar gedir, bu ulu dil başlayır parçalanmağa. O parçalanan dövrdə gedənlər getdi, qalanlar biz olduq. Və o vaxtdan da bizim artıq yurdumuzdur. Həm birinci yurdumuzdur, həm də ikinci ana yurdumuzdur. Yəni, Azərbaycan türklərinin ana yurdu bu dairənin içindədir. Konkret sərhədlərə gələndə Rauf bəy bunu artıq dəyişdir. Bundan sonraki şəkil ki var, ikincisi ortada olan. İndi bunun coğrafi koordinatlarına biz baxsaq, yəni bu ortadakı şəkildə, həmin o ana yurdun kuzeyi haradır, güneyi haradır, güney batısı, kuzey batısı, kuzey doğusu, güney doğusu haradır, bu təxmini bu sxemdə görsənir. Bu haqda bir iki il qabaq mən danışmışdım, indi təkrar olsa göstərim. Yəni bugün Azərbaycanın elmi mənada, bütöv Azərbaycanın elmi dildə kuzeyi, o Q hərfi ki yazılıb oradadır. Mərkəz Təbrizdir. Yəni o mərkəz kvadrat ki var, o Təbriz və ətrafı Urmugöldə onun içindədir. Ondan aşağı güneydir, onun böyründə güney-batıdır, mərkəzdən solda batı bölgələridir, kuzey batısı Qaradəniz tərəfdir, kuzey doğusu Xəzərin o Dərbənd tərəfdir, doğusu Xəzər qıyılarıdır, güney doğusu da indiki Xorasan tərəfə düşür. Bu bizim ata yurdumuzun
coğrafi koordinatlarıdır. İlkin. Yani o Proto-Türkler dağılandan sonra, o birisilər çıxıb gedəndən sonra bizim ulu babalarımız, yani Proto-Azerlerin, Proto-Azerbaycan Türklerinin ilkin Atayurdun coğrafi koordinatları budur. Ve bu coğrafi koordinatlarda Rauf Bey bundan sonraki şekli getir. Bu coğrafi koordinatlarda yaşayan insanlara ki bugün biz Azerbaycan Türkleri deyirik, bu artık bunların etnik tutumudur. Ben hele tələbə olanda bu kvadrat ki var, o şəkil o tələbə vaxtından çəkmişəm. Yani Azer Türklərinin etnik coğrafyasıdır. Hardan başlayır? Dərbənddən başlayır, Borçalı, Erzurum, Mosul, Kərkük, Həmədan, Qəzvin, Bakı. Şərti 8 güşəni bildirən bir şərti sxemdir, simvolik sxemdir. Mərkəzi də Təbrizdir. Bunu mən tələbə vaxtı çəkmişəm. Deməli, haradasa 40-50 il bundan qabağa çəkmişəm. O vaxtdan biz bütöv Azərbaycanın mərkəzini Təbriz sayırdıq və bugün də mənə ləzzət eləyir ki, Güneyli soydaşlarımız o sloganı verirlər ki, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Bunun əsasları var, elmi əsasları var, tarixi əsasları var, siyasi əsasları var, etnik əsasları var. Bax, bu deməli, Azərbaycan Türklərinin etnik, milli coğrafyasıdır, sıxım şəklində. Bunun coğrafi hədləri budur. Cavad bəyin sualına cavab budur, bu sıxım. Yəni, Azərbaycan Türkləri deyəndə hansı coğrafya nəzərdə tutulur? Bax, bu coğrafyanın içidir. Niyə bu coğrafyanın içidir? Çünki bu coğrafyanın içindəki insanlar eyni ləhcədə danışırlar. Yani Kazak Türkçesinde, Özbek Türkçesinde, Çuvaş Türkçesinde yok, Azerbaycan Türkçesinde danışırlar. Bir xalqdır. Ve o diline göre de bunlara, yani bunların milli kimliğinden danışanda bunlar Azerbaycan Türklerinin etnik coğrafyasıdır. Şimdi bu üç sxem ki gösterdim, bu Azerbaycan sözünün etnik tutumudur. Yani bu etnik tutum, bu coğrafya daxilində etnik tutumu belədir. İndi gələk Azərbaycan məfhumunun siyasi tutumuna. Rauf bəy, bundan sonraki şəkil zəhmət olmasa, siyasi tutumda o deməkdir ki, Azərbaycan hansı dövlətlərin tərkibində olubdur. Biz bunları bilməsək, bugün Azərbaycan sözünün bildirdiyi məfhumun tutumunu anlaya bilmərik. Ərəb işğalına qədər, deməli, Azərbaycanın siyasi durumu belədir. Soldan başlayaq. Deməli, eradan qabaq, miladdan öncə 13-cü əsrdə təxminən 4200 il bundan qabaq. Ulu babalarımız Güney Azərbaycanda Qut dövləti qurdular. Və bir 17 ildən sonra bu dövlət böyüdü, bu dövləti Urmiya gölündən aşağıda qurmuşdular. Bu dövlət böyüdü, Akkad kimi bir böyük dövləti, Elam kimi böyük bir dövləti və dünya sivilizasiyasında, dünya uygarlığında önemli yeri olan Sümer kimi bir dövləti aldı içine. Yani bizim kurduğumuz Qut dövləti artık imperiya çevrildi. 4200 yıl bundan qabaq. Biz bu tarixləri bilməsək, kimliyimizi tanıya bilmərik. Və bugünkü Azərbaycan sözünün etnik, siyasi tutumunu da anlaya bilmərik. O nənəmin təndirdən çörək çıxartması söhbətinə döner, eğer tariximizi bilməsək. İndi fikir verin. Bu, ümumiyyətlə, Türklərin ilk imperiyasıdır. Harada qurulub? Azərbaycanda. Kim qurub?
bizim ulu babalarımız. Yani bugün Azerbaycan Türkleri dediğimiz insanların kurduğu bir imperiyadır. Özde sıradan bir imperiya değil. Gör nece büyük devletleri bu içine alıbdı. Ve bu imperiya 100 yıl devam edip. Bu sxemlerde gördüğünüz yaşlı renkler Azerbaycan Türklerini bildirir. O kırmızı xətlərdə farklı hakları bildirir. Yani bizim bu siyasi tariximizə baxanda biz belə başlamışıq. İndi gələk sonraki dövrlərə. Gələk deyək ki, Azərbaycan 9-cu, 7-ci əsrlərə gələk. 9-7-ci əsrlərdə, yəni Manna dövləti çağına. Daha mən o xırda dövlətləri saymıram, çünki bu Qut dövlətindən sonra onun yerində Subar bəyliyi yarandı, Turuk bəyliyi yarandı ki, ilk Türk sözü də orada işləndi, Kuman bəyliyi yarandı. O xırda şeylərin üstündə durmuram. O böyük bu regionda, yəni Azərbaycan məfhumunu da qapsayan, birbaşa və dolayı deyək ki, əlaqəsi olan çağlardan danışıram. Bax, bu Manna dövrüdür. Artıq fikir verirsiniz, burada biraz coğrafiya bu Manna dövlətinin özündə sıxılıbdır. Bu demək deyil ki, Manna dövlətinin kənarlarında Azərbaycan türkləri yoxdur, var. Elə bu sxemə baxsaz, görərsiniz ki, bu dairədən aşağıda da, batıda da Türk boylarıdır. Yəni Azərbaycan türkləri boylar. Sadəcə bu siyasi bir tarixdir. Belə xəritədir. Yəni bu dövlətin əhatə elədiyi ərazilərdir. Bundan sonra da Mada dövləti yaranır. O biraz aşağıda yaranır, indiki Həmədanda. Amma bu Mada bundan da böyük olur. Gedir daha böyük əraziləri əhatə edir. Hətta Anadolu'nun yarıya qədər tutub. İndi bu çağda, bu Manna eli çağında Azərbaycanın kuzey batı və güney batı əraziləri başqa dövlətlər tərəfindən işğal olunur. Əgər o bayaqki sxemə baxsaz, görərsiniz. O qırıq xətlərlə ki verilmişdi. Rauf bəy bundan əvvəlki şəkli zəhmət olmasa qaytar. Deməli, Urartular kuzeydən, Asurlar da güneydən Azərbaycanın müəyyən hissələrini gəlib tutmuşdular. Bəzən onlar azad olurdu. Yox, bundan sonrakidir. Bəzən tuturdular, bəzən qayıdıb gedirdilər. Bəzən də Mannalılar gedib onların yerini tuturdu. Müharibə də gedirdi. Amma Manna çağında Azərbaycanın siyasi tutumu odur. İndi bundan sonra gəlir eradan qabaq 6-cı, 4-cü əsrlər, yəni Əhəmənilər çağında. Fikir verin, Manna, Mada çağında Azərbaycan yerində durub, sadəcə bəzi bölgələri Urartular, Asurlar tərəfindən tutulurdu. Yağma edilirdi. Amma Mad dövləti yarananda Midya, o əksinə bunların da torpaqlarını tutdu, aldı əllərindən, qatdı içinə. Nətər ki, Qut dövlətində onlar hamısı Azərbaycan türklərinin idarə elədiyi dövlətin içindəydilər. İndi Əhəməni çağında fikir verin nətərdir. O qırmızı xət fikir verin nə qədər yuxarı qalxıb. Deməli, Əhəməni çağında yalnız Kuzey Azərbaycanın bəzi bölgələri Əhəməni dövlətinə tabe deyildi. Amma o birisi hissələri o Farsların qurduğu 220 il davam edən o dövlətin tərkibində idi. Amma Azərbaycan türkləri oradan çıxıb getməmişlər, orada qalmışdılar, sadəcə əsarətdə idilər. Necə ki, bugün Arazdan aşağıdakı soydaşlarımız Fars rejiminin əsarətindədir. Həmin durumdur. Bu Fars rejiminin əsarətində olmaq o demək deyil ki, burada Azərbaycan türkləri havaya uçdu, getdi,
dağıldı. Yox, bunlar yerlərindədir. Sadəcə bunların hakimiyyəti yoxdur. Bunlar başqa bir etnosun, xalqın hakimiyyəti altındadılar, işğaldadılar. Bax, fikir verin, Əhəməni çağında da Azərbaycanlılar tam məhv olmadı. O yaşıl hissələr qalmışdı. Gələk sonraki çağlara, milatdan öncə 4-cü, 3-cü əsrlər. Bu İskəndərin hücumu vaxtı ki, gəldi, Midyanı tutdu, getdi, Hindistana çıxdı, o Azərbaycanı tutmamışdı. Bu Qut dövlətindən sağda olan dairəyə baxın, ortada, aşağıda, soldan ikinci. Və İskəndərdən sonra Selevki dövləti yarandı onun yerində və Selevki dövləti Azərbaycana girmədi. Düzdür, Həmədan tərəfdə o biraz qırıq xəttlər ki var, onlar Selevki dövlətin tərkibindədir. Amma bugünkü Güney Azərbaycanda, Kuzey Azərbaycanda müstəqil idilər Selevkilər çağında. Kuzeydə Alban dövləti qurulmuşdu, güneydə də Azərbiqan dövləti qurulmuşdu ki, elə bugünkü söhbətimiz həmin Azərbiqandan olacaq. Deməli, həmin onun yanında, deməli, sağdan ikinci, aşağıdan. Milatdan öncə 3-cü əsr, milatdan sonra 3-cü əsr. Bu da Əşqanilər deyirsiniz. Yəni o ərsaqlar dönəmidir, Parfiya dönəmi. Düzdür, onu Türkmənlər qurmuşdu, amma orada da Farslar at oynadırdı, saraylarda Fars dili işlənirdi. Amma Azərbaycan bütöv qalmışdı. Yəni o Parfiya dövlətinin tərkibində deyildi. Sadəcə Azərbaycanı, Kuzeyi, Güneyi və hətta Erməniyəni idarə edənlər həmin o ərsaq soylu qohum sülalələri idi. İdarə edirdilər. Amma əhali qalmışdı yerində. Bundan sonraki dönəm ki, Sasani çağı başlayır, milatdan öncə 3-cü əsr, bir də ərəblərin gəlişinə qədər, 6-cı əsrə qədər. Sasanilər fikir verin, gənə Əhəmənilərdə olduğu kimi başladılar Azərbaycanın, deyək ki, o aşağı hissələrini işğal eləməyə. İşğal deyəndə ki, yəni mədəni işğal aparırdılar. Həm də siyasi işğal idi. Yəni, Fars hökuməti idi, Sasani dövləti. Hətta Farsçılığın o zərdüştlüyündə ən inkişaf edilmiş dönəmləri idi. Amma gənə Sasani çağında da görürsünüz, Azərbaycan bütöv xəritədən silinmir. Bəzi yerləri işğal altındadır, amma bəzi yerləri müstəqildir. Xüsusilə o quzey hissələri Xəzər dövlətin tərkibindəydilər. Baxmayaraq ki, orada Albaniya, Aran deyilən bir yerli hökumət dövlət var idi, amma onlar Xəzərin içindəydi. Xəzərlər də qədim Azərlərdir, böyük bir imperiya idi. Onun içindədir. Bunları, bu bayaq etnik, Azərbaycan sözünün etnik tutumundan danışdıq, sxemləri göstərdik. İndi də Azərbaycan sözünün siyasi tutumundan bu sxemlərə baxdıq ki, 4000 il bundan qabaq başlayıb, ərəblərin işğalına qədər belə olubdur, belə gəlib. Bu şəkili dəyiş, Rauf bəy. Ərəb işğalından sonra bu təxminən 3000 illik bir tarixdir. Bu 3000 illik tarixdə əgər millət məhv olmayıbsa, ayaqda durubsa, təbii ki, İslamdan sonra da, ərəblərdən sonra da bugünə qədər də ayaqda qalıbdır. Bax, bu da həmin o eradan qabaq 7-ci əsrdir. Bayaq Mannadan danışdıq. Yəni, Mannanın etnik tərkibindən danışdıq. Bu da Saqa dövlətidir. Yəni, o Manna ilə paralel qurulmuş bir dövlətdir. Yəni, bu Manna dövlətinin quzeyində də Saqa dövlətidir. Hətta o Saqa dövləti Mannanın müəyyən ərazilərinə də nəzarət edirdi, Urmu gölü ətrafına da. O Dədə Qorqudda var, iç Oğuz, dış Oğuz. Bunlar iç Oğuzlardır, bu Mannalılar. O quzeydəkilər də dış Oğuzlardır. Çünki onlar quzeydən gəlmişdilər
və bu Man tayfaları ilə həmin o Saqa tayfaları İç Oğuzlarla Dış Oğuzlar bir idilər əslində. Düzdür, Quzeydə ayrı dövlət olsa, Güneydə ayrı dövlət olsa, amma bunlar eyni xalqdır. Yəni Azərbaycan türklərinin ulu babalarıdır bunlar. O Saqa elinin böyründə də Qamər bəyliyi var idi. Yəni bugünkü Ermənistanın da böyük bir hissəsini və Güneydə Doğu Anadolu'nun böyük bir hissəsini tutan Qamər bəyliyi idi. Bunlar da Saqanın, Sakların bir boyuydu. Onlar da Oğuzları idi. Yəni sonraki Azərbaycan ki yaranacaq, Azərbaycan həm Quzey, həm Güney bildirəcək. Bu, o Azərbaycan sözünün yaranışına qədər olan vəziyyət ki, Quzeydə də, Güneydə də eyni xalqdır. Bax, fikir verin, Saqanın sərhədləri gəlir Təbrizə qədər uzanır, çıxır. Van gölünə qədər gedir, dilənir. Bunlar hamısı tarixi faktlardır. Bunu da zəhmət olmasa dəyiş, Rauf bəy. Deməli, gəldik Sasani çağından da deməli, biraz söhbət elədik. Ərəblərin işğalına qədər. Amma ərəblərin işğalına qədər bir də Azərbaycan məfhumunun yarandığı çağa baxaq. Əslində, Azərbaycan ilk dəfə o Azərbaycan sözü adı ki yaranıb, o hansı bölgələri əhatə edibdir. Bunun üçün, Rauf bəy, sonraki xəritələrdən qoy, biz Əhəməni çağına baxanda görürük ki, orada bir zolaq yaranıb. Yəni, Əhəməni çağındakı Əhəməni dövlətinin əyalətlərini bölmüşdülər satraplıqlara. Bax, bu qırmızı xəttin içində yaranan 10-cu satrapiyaydı. 10-cu satrapiyada ortada Mada boyları idi, Mat boyları idi, aşağıda Parikanlar idi, laf yuxarıda da Orta Karbantlar, yəni şiş papaqlı Saqalar. Göyçə gölünün quzeyində. Bu tərəfdə də sonraki Albaniyadır. O Albaniya ilə də o birisi Saqalar, yəni Qarabağda yaşayan Saqalar ki, sonradan Ərsaq orada yarandı. Onlar da 15-ci satraplıqdır. Fikir verin, hər iki satraplıq 10-cu ilə 15 bu Azərbaycan türklərinin ərazisindədir. Düzdür, biraz artıq daralma gedibdir. Çünki batıdan, nə bilim, aşağıdan gələn xalqlar var. Xəzərin kənarlarında da artıq İran dilində danışan xalqlar yavaş-yavaş başlayır orada görsənməyə. Bu Əhəməni çağıdır. Yəni, hələ Əhəməni çağında Azərbaycan sözünün bildirəcəyi, deməli, siyasi xəritə, etnik xəritənin konturları elə bil ki, formalaşmışdı. Bundan sonraki şəklə baxaq, Rauf bəy. Və bu uzantıya fikir verin. Bax, bu uzantı İskəndərdən sonra Azərbaycan elinin ərazisi oldu. Yəni, İskəndərin vaxtındakı Madanı tutdular. Həmədəndən aşağı fikir verin bu xəritədə. Mada iki yerə bölündü. Həmədəndən aşağı, yəni Ekbatandan aşağı Böyük Mada adlanırdı. Daha o Fars körfəzinə qədər uzanırdı, Əfqanistana qədər Böyük Mada. Bu, Selevki dövlətinin idarəsində idi. Amma Həmədandan yuxarı o bəyək ki, o qırmızı zolaq ki deyirdim, fikir verin, onun yerindəkinə də Kiçik Mada dedilər. Aşağı Böyük Mada, yuxarı Kiçik Mada. Bunu nə vaxt dedilər? İskəndər gələndən sonra. İskəndər gəlib o xəritələri, Əhəmənləri yer üzündən silib süpürüb atandan sonra vəziyyət budur. Yəni, Azərbaycan sözünün ilk yarandığı və bildirdiyi ərazi həmin o Əhəməni çağındakı 10-cu satrapiyanın ərazilərini ət edir. Tiflisə qədər uzanır. İndiki Ermənistanı da alır içinə. Və bugünkü Güney Azərbaycanın böyük bir hissəsini ət edir. Quzey həm eyni vaxtda Quzeydə Alban dövləti yarandı, Alban Türk dövləti. Güneydə də Azərbaycan, yəni Kiçik Mada Türk dövləti yarandı.
Eyni xalqda ama iki tane dövlət yaratdılar. Niyə? Çünki o sərhədlər, sınırlar, əlaqələr o əvvəlki çağlarda artıq başlamışdı formalaşmağa. Bax, bu Azərbaycan sözünün deməli, bildirdiyi siyasi anlamın ilk çağlarıdır ki, eradan qabaq 4-cü əsrdən başlayıb. Yəni, 2400 il bundan qabaq. Və Alban sözü də həmin çağdandır, Alban dövləti. 2400 il bundan qabaq. Və bu davam edibdir. O Sasani çağını izah elədim, Ərsaq çağını izah elədim və davam edibdir zada qədər, Ərəb istilasına qədər. Bəyəkləri Mananın xəritəsini qoyduq, onun etnik tutumunu gördük xəritədə. İndi də Rauf bəy, bundan sonraki şəkili qoy, Alban, yəni bu yuxarıdakı Albanların bir etnik tərkibinə baxaq. Yəni, etnik anlamda Azərbaycanın bu quzeyində görək nədir? Bax, fikir verin, bu da Alban dövlətinin ərazisidir. Ona həm Alban deyirlər, həm Aran deyirlər. Niyə? Çünki ikisi də eyni sözdür. İkisi də qoçaq, cəsur, igid deməkdir, qədim türk dilində. Ərən və Alban. Bir dialektdə Ərən deyiblər, o birisi dialektdə Alban deyiblər. Çünki eyni dövləti bildirir. Bir yazıda, bir də baxsa, bir dildə yazılan yazıda Alban yazır, həmin yazını, deyək ki, başqa bir dildə yazanda Aran yazır. Yəni, bu onu göstərir ki, bunlar eş anlamlı sözlərdir. Elə mənası da eş anlamlıdır. İkisi də igid bildirir, qədim türk dilində. Fikir verin, bax, bu Alman ərazisində baxın, hamısı türk boylarıdır. Güney Azərbaycandakı boyların əksəriyyəti burada da iştirak edir. Burada da yaşayır. Yalnız o quzey bölgələrdə o qara hərflərlə ki verilibdir, silvlərdir, lupenlərdir, didurlardır, herlərdir. Bunlar Dağıstan, Qafqaz dilli xalqlardır. Onlar türk deyil. Qafqaz dağlarının o birisi və bu birisi ətəyində yaşayan xalqlardır. Bu tərəfdə də İber kartvellərdir ki, bugünkü Gürcülərin oğlu babalarıdır. Ermənlər də Erməniyə Van gölündən yuxarıda bir Ermən bölgəsi vardı. Hələ Haylar, bugünkü ermənlər ora gəlməmişdir. Sadəcə orada Ermən türkləri yaşayırdı. Subarlardan qalma Ermən boyları idi. Sonradan Haylar gəldi ora, onlara da Ermən dedilər və bugün də onların adının ikinci adı kimi Ermən sözü işlənir. Yəni bugünkü Ermənlər Haylardır əslində. Fikir verin, Göycə gölünün altında Azər boyları var, Saqa boyu var, Sisakan var, Ərsaq var, kuzeyində Dondar var, indiki Qazaq ərazisinə düşür. Gəncə tərəfdə Saqa var, İrəvan tərəfdə, yəni bugünkü Ermənistan ərazisində Kəngərlər var, Siraqlar var, Bulqar, Qamər, Subar, Gögər, bunlar hamısı, yəni Albandan qıraqda da Türk boylarıdır ki, onlar o zaman Azərbiqana tabi idi, yəni Kiçik Madaya. Çünki Kiçik Madanın ərazisi bu Göycə gölünün yanından uzanırdı düz Tiflisə qədər. İkinci eradan qabaq, ikinci əsrdə yaşamış Polibi yazır ki, Azərbaycanın kuzey sərhəddi Riyon çayına qədər uzanırdı ki, o çay da Kürdən yuxarıdır, yəni Tiflisdən də yuxarıdır. Bunları deməkdə məqsədim nədir? Bu, Azərbaycan və Alban adlı dövlətlərin siyasi kapsamını əhatə edən dövlətlərin, yəni xəritələrin içindəki boylar türklərdir. Hansı türklərdir? Azərbaycan xalqını təşkil edən türklərdir. Yəni, bunlar hamısı bizim soy babalarımızdır. Bugünə qədər də bəzi bölgələrdə davam edir ki, biri deyir, mən Quşçu boyundanam, o birisi deyir, mən Afşar boyundanam, o birisi deyir, mən Qacar soyundanam, o birisi deyir, mən Dondardanam, biri deyir, bizim nəsil Bəydilidir, o birisi deyir, biz, nə bilim, Azarik, o birisi deyir, Kəngərik. Bugün də o davam edir, o keçmiş ənənə. Yəni, Azərbaycan deyəndə
bugünkü Azərbaycan deyəndə bu həm quzeyi, həm güneyi belə bildirir. İndi növbəti xəritələrdə bunlar haqqında geniş məlumat verəcəm. Çünki ərəblər gələndən sonra ərəb dilində xəritələr hazırlanırdı. O xəritələrin bəziləri əldə var. Rauf bəy, zəhmət olmasa bu şəkildə iş. Yəni bu müasir biz xəritə sxemləri hazırlayanda o qədim xəritələrə əsaslanırıq. Məsəl üçün 950-ci ildə İslamdan sonra İstəxrinin çəkdiyi xəritədə mən yarısını vermişəm. Çünki o yuxarı yarısı bizə aid deyil. Bu aşağı yarısında fikir verin, hamısı Səməndərdən, Dərbənddən aşağı deyək ki, Aran var, Şirvan var, Qapıq dağı, yəni Qafqaz dağıdır, Muğandır, Şabirandır, Gilandır, Bakıdır, Deyləm dağıdır, Salusdur. Bunlar hamısı bu Azərbaycan içində gedən yer adlarıdır. Ki İstəxrinin xəritəsində var. Bundan sonraki xəritənin zəhmət olmasa verin. O qara xəttdə o Xəzərdir. Yəni Xəzərdən Xəzərin batısında olan, batı yaxalarında olan boyların adlarını çəkib. Bundan sonraki xəritənin zəhmət olmasa Rauf bəy. Bu İbn Həvqalın 10-cu əsrdə çəkdiyi xəritələrdir. Hər ikisi də onun xəritəsidir. Təsəvvür edin, bu sağdakı xəritəsi daha maraqlıdır. Çünki Xəzərdən izini verib. Deməli, Azərbaycan sözünü görün haralara aid edir. Bu soldan aşağıdan iki xət ki var, onun biri Kür çayıdır, biri də Araz çayıdır. Deməli, Azərbaycan sözü Arazdan çox-çox aşağıdan başlayır, gəlir düz Dərbəndin üstündə dayanır. Deməli, 10-cu əsr ərəb deyək ki, tarixçisinin bu xəritəsidir. Ki, Azərbaycanı həm güney, həm də quzey, bugünkü Quzey Azərbaycan deyəndə Azərbaycan sözünü hər ikisinə şamil eləyibdir. Bundan sonraki xəritələr zəhmət olmasa, deyək ki, Əbu Reyhan Birunun xəritəsi var. O Azərbaycan yazmır, yazır Azərbaskan. O Azərbaskanı da yəni bugünkü o İran deyilən məmləkətin şimal-qərbində, yəni quzey-batısında verir ki, o da Azərbaycandır. Onun o sxemində elə verilibdir. Bu birisi xəritədə gənə ərəb qaynaqlardır. Orada o qədər xırda yazılıb ki, oxuya bilmədim. Amma gənə Azərbaycan orada hər ikisinə aiddir. Bundan aşağıdakı o rəngli xəritə İdrisinin xəritəsidir 12-ci əsrdə. Xəzərin bütün batı yaxalarını Azərbaycan verir. Yəni bugün o dostlarımız deyir ki, Azərbaycan ancaq güneyə aiddir, quzeyə aiddir öyle. Və bu xəritələr nəyə göstərir, qardaş? Yəni o 12-ci əsrdə yaşayan insanın çəkdiyi xəritəyə inanaq, yoxsa bugün Bəyək Cavad bəy demişkən, sən ağlıma gələn şeyi yazıbsan, ona inanaq. Biz İstəxriyə inanaq, yoxsa sənə inanaq. İbn Həvqala inanaq, yoxsa sənə inanaq. Bu kişilər o dövrdə yaşayıblar, o dövrdə yəni bu Azərbaycan adının hansı coğrafi məkanları əhatə elədiyi haqqında xəritələr çəkiblər. İndi ərəblərin Azərbaycana gəlişində görək Azərbaycan vəziyyəti nətəridir. Yəni Babək üsyanının hansı əraziləri əhatə eləyirdi? Bundan sonraki xəritəni qoy Rauf bəy. Babək üsyanında Azərbaycanı əhatə eləyirdi. Yəni Xəzərin bütün batı yaxaları və bu yaşıl rənglə verilən hissələr o üsyanın getdiyi yerlərdir, Azərbaycan ərazisidir. Düzdür, bütün Azərbaycan deyil. Deyək ki, o quzey-batı tərəfi düşməyib. Deyək ki, Qazaq, Babək hərəkatı Qazaqda olmadığı üçün oralar bu yaşıl rənglə verilməyib. Yaxud Həmədanda olmadığı üçün verilməyib. Amma bu bölgələrdə əhatə edib. Demək, kimlər iştirak edib orada? Azərbaycan türkləri iştirak edib. Niyə? Çünki bu ərəblərə qədər tarixi izləyirik, görürük orada yaşayanlar Azərbaycan türkləridir. Bundan sonrasına baxaq. Məsəl üçün Səlcuqlar dönəminə. Səlcuqlar kim idi? Səlcuqlar da Orta Asiyadan gələn türkmən boyları idi. Onlar gəldilər Azərbaycanın da üstündən
Burada qalanı da oldu. Gedib bütün Anadolu'nu tutdular. Buyurun. Deməli, Səlcuqlar imperiyası görün hardan hara uzanır. Orta Asiyadan gəlib gör, Misrə qədər, Şam'a qədər, Suriyə qədər, Anadolu'ya qədər uzanırdı. Bunlar kim idi? Bunlar Oğuz Türkləri, Türkmenlər idi. Və bunlar gələndən sonra o bizim o yerli Azərbaycan Türkləri ki var idi, bunlar gələndən sonra biraz da gücləndilər. Niyə? Çünki bu gələnlərdən də qalan oldu, qatılan oldu. Yəni bizim Azərbaycan xalqının içində bu Səlcuqların da payı var. Yəni bu gəlmələrin də payı var. Çünki eyni xalqdır. Vaxtı ilə buradan getmişdi Orta Asiyaya. Bu dönəmdə də gəldi. Səlcuqdan sonraki dönəmə baxaq. Deyək ki, bu xəritəndə Şəraf bəy. Eldəgizlər dönəmi. Düzdür, Eldəgizlər Kürə qədər, Kürün aşağı sahilləri boyunca idi. Amma Kuzeyə də təsir edirdi. Yəni, Gəncədən gəlirdilər, deyək ki, Naxçıvana fikir verir, Eldəgizlər. Yenə Azərbaycanı, bugünkü bütöv Azərbaycan Tiflisə qədər əhatə edir. Hətta Van Gölü və Van Gölü ətrafları da əhatə edir və bir ucu da gedir, dirənir Dəclə çayına. Eldəgizlər var. Bu yaşıl ərazidə, o biraz da Kuzey Azərbaycanda, yəni o Albaniyadan qalmış hissədə sarı rənglə verilib, onlar da Azərbaycan türkləridir. Və bütün bu rəngli yerlərdə mənim sizlə danışdığım dildə danışırdılar. Bundan sonraki, deyək ki, Moğol İlxanlar xəritəsini, bundan sonraki xəritəni zəhmət olmasa qoy. Yəni, mən bunları xronologiya ilə ardıcıl niyə qoyuram ki, görün Azərbaycan sözü, yəni bugünkü Azərbaycan türkləri deyəndə, Quzeyli, Güneyli tarix boyu vahid xalq olubdur. Sadəcə müəyyən dövrlərdə siyasi xəritələri biraz fərqlənib. Quzeydə də Alban dövləti qurulub, Güneydə də Azərbaycan qurulubdur. Hətta o Güneydə qurulan Tiflisə qədər uzanırdı. Fikir verin, görün, hardan hara uzanıb gedir. Bu Türk imperiyasıdır. Yəni görün, bu imperiyaları gətirdik. 1925-ci ildə əlimizlə verdik farslara. Ki, alın ağalıq edin. Bunu da dəyişir, zəhmət olmasa. Bundan sonra deyək ki, qara qoyunlu, belə ağ qoyunlar gəlir. Bundan sonraki xəritələri qoy, zəhmət olmasa. Ağ qoyunludur, qara qoyunludur, bunların da xəritələrinə baxırsan, bunlar kimdir? Bunlar Azərbaycan türkü deyil. Əlbəttə Azərbaycan türküdür. Bunların bir qismi həmin o Səlcuqlardan qalmaydı, amma əksəriyyəti bu yerli türklər idi. Türkmenlər idi bunlar. Və bu qara qoyunlardan sonra, deyək ki, ağ qoyunlardan, qara qoyunlardan sonra bu Azərbaycan xəritəsi ancaq böyüyübdür, kiçilməyib ki, böyüyübdür. Fikir verin, bu açıq yaşıl Xəzərin altından görün, haradan hara uzanır ağ qoyunlar. Anadolu'nun yarısına qədər gelir çıxır. Cənubdan fikir verin, bütün Mesopotamiya, yəni Suriyanın quzeyi, indiki İraqın hamısı bütövlükdə və bu yandan da Əfqanistandan tutmuş, da Dağıstana qədər, Tiflisə qədər. Bu bizim dildə danışan babalarımızın qurduğu dövlətdir, siyasi xəritədir bu. Amma həmin Azərbaycan türkləri elə öz qədim ərazilərində də yaşayırdılar. Sadəcə biraz uzaqlar qeyb tutmuşdular. Və müəyyən köçlər də olurdu bu cür siyasi dəyişmələr olanda. Bunu da dəyiş zəhmət olmasa. Teymurilər vaxtında gələk. Yəni, ay Fars dövlətidir, İran Fars dövlətidir, nə bilim nədir. Bunu hardan çıxardıblar mənim başım? Bu fikir ardıcıllıqla baxın. Teymurlər gəldi, getdi, görün, haralar tutdu. Bu onun xəritəsidir. Düzdür, bizə də zülm elədi.
Ama özümüzünki idi de Türk idi. Çinli de öldü, Rus da öldü, Yapon da öldü. Özümüzünki idi, geldi tuttu, zulüm de elədi. Ama etnik bakımdan biz dəyişə bilməzdik, qaldıq gene. Yani Azərbaycan Türkləri olduğu yerde gene kaldı. Sadece rəhbərliyi dəyişdi. Və elə adam rəhbərlik elədi ki, o Anadolu'nun yarısından tutmuş Hindistan'a kadar hökm süren bir Cahangir adamıydı. Həmin çağlarda, biraz da ondan əvvəlki çağda bu xəritəndə dəyiş, mən bunun təxmin edirəm ki, orta əsrlərdir, yəni Səfəvilərə qədərki dövrdür, bundan sonraki xəritədə. Bu da xaricilərin çəkdiyi xəritədir. Fikir verin, bu tünd yaşıl, yəni Azərbaycan Türklərinin yaşadığı ərazilərdir. Yəni xarici zatlar, tarixçilər çəkib. Yəni Türklər çəkməyib ki, deyəsən ki, onlar bunu yalandan eləyiblər. Durur, Azərbaycan yenə yerində durur. Urmu gölünün sağı, solu, Van gölünün da daxil olmaqla Dərciliyə qədər uzanıb gedir. Həmədandan yuxarı, o yuxarıda da Dağıstandan da nə qədər yuxarıdadır. Bunu da dəyiş zəhmət olmasa. Gəldik, çıxdıq artıq Səfəvi dövrünə. Deməli, Səfəvi dövründə, xüsusilə bu günlərdə moddadır, bu Səfəvi dövlətini çox tənqid edirlər. Düzdür, Səfəvi dövlətində tənqid olunası yerlər var, xüsusilə bu şiəli ki, o həddə gətirdilər ki, ondan farslar bugün də istifadə edir, amma bir Azərbaycan dövləti baxımına baxın, görün, bunlar Azərbaycan dövlətini, bunun başında duran kim idi? Azərbaycan Türkləri. Azərbaycan Türklərinin idarə elədiyi ərazilərə baxın. Necə ki, vaxtı ilə Qut dövləti böyük dövlətlər için alıb imperiya idi. Bu da görün, haradan hara uzanır. Hindistana qədər Pakistan zad için alıb. Və bu Səfəvi dövlətində də həmişə bu sol tərəfdə, bunu da dəyiş zəhmət olmasa, sol tərəfdə, yəni bu Osmanlılarla həmişə müharibədə olurdu. Sağ tərəfdə o Şeybani xanla, bundan sonraki xəritədə görəsiniz, o zolaqlarla verilən hissələr. Bu müharibələr getməsinə baxmayaraq, yəni Azərbaycan coğrafi anlamı çox geniş idi. Bu Səfəvi dövləti İran dövləti deyildi ki, Səfəvlərin dövləti idi, Türklərin dövləti idi. Və təkcə İranı yox, Əfqanistanı, Türkmenistanın bir xeyli hissəsini, nə bilim, bütöv Qafqazı, Anadolu'nun xeyli hissəsini, bugünkü İraqı əhatə edirdi. Bunu da zəhmət olmasa dəyiş. Deməli, Nadir Şah Əfşarlar dövründə, Nadir Şah bu gələneyi davam elətdirdi. Hətta o biraz da uzağa getdi, çıxdı Hindistana. Bundan sonraki xəritəyə baxsaq, Nadir Şahın, yəni təkcə bütöv Azərbaycan söhbəti yox, Azərbaycanın hüdudlarının həddindən artıq genişləndirdi. Buyurun, baxın. Bu da xaricilərin çəkdiyi bir xəritədir. Görün, haradan hara gedir. İndi bundan sonraki o xanlıqlar dövrünün xəritəsini qoyub, bizim evimiz ondan yıxıldı ki, Ruslar gəldi artıq kuzeydəki xanlıqları tutdu və aşağıda da deyək ki, Qacar dövləti idi. Bu ilə müqavilə bağladı. Qardaş, bir belə xanlıq olar, nə bilim, 20-dən çox, 22 dənə nə qədər xanlıq var idi. Və o bölünmələr Azərbaycanın belini yıxdı. Yəni, hər əyalətdə bir mini dövlət qurdular, adını qoydular filan xanlıq, filan xanlıq. Və bunları birləşdirmək istəyənlərə də qarşı yenə bunların öz içindən çıxırdılar. Bunları dəfələrlə birləşdirməyə cəhdlər olubdu. Və Ruslar da bundan istifadə elədi. Gəldi bir-bir hamısını, ən axırda da İrəvan xanlığını tutdu və bu ilə də Quzey Azərbaycan düşdü Rus işğalının içinə. Kimin səhvi ucbatından? Özümüzünkilərin. Bunu da dəyiş zəhmət olmasa.
İndi bu xəritəyə fikir verin. Yəni Ruslar buranı tutanda, yəni Kuzey Azərbaycan gəlib tutanda, görün orada bir Ermənistan var, yoxdur. Bundan sonraki xəritə Rauf bəy qoy. Bunu da yəni xaricilərin, bu da o xanlıqlar xəritəsidir. Bunu dəyişdir. O rəqəmlər xanlıqları bildirir. Görün nə qədər xanlıq yaranıbdır. Hələ sultanlıq, nə bilim, bəylik zadı demirəm. Millətin evini yıxan budur. Yəni o birlik olmayanda o separatizm gətirir bu yerə çıxardır. Fikir verin, bu xaricdə nəşr olunmuş xəritədir. Yəni Ruslar buranı tutanda fikir verin vəziyyətə. Yəni o Kuzey Azərbaycanla Güney Azərbaycan düzdür, ayrı-ayrı xanlıqlara bölünsələr də, amma eyni xalqda yaşayırdı. Amma Ermənistan baxın görün hardadır. O qırmızı, bu böyük ağ dairənin solunda bir qırmızı xət var, qırmızı dairə. O Ermənistan oradır. Yəni heç bugünkü Ermənistana aidiyyəti yoxdur onun. Rus buranı tutandan sonra bu həmin Ermənistanı köçürdü, gətirdi, əhalisini köçürdü və 1920-ci ildə də ona bizim torpaqlarımızda ona bir dövlət qurdu. Və Günas TV xəbərləri başlayanda bunu deyir. Kənardan gətirib yerləşdirdi, bizim torpağımızda bir dövlət qurdu. İndi gəl onları oradan çıxart, görüm nətər çıxartsan. Çıxarda bilmərsən, artıq 100 ildən çoxdur, oturuşublar, bütün dünya tanıyır və s. Yəni halalca torpaqlarımızı, bugün Ermənistan deyilən torpaqları bu şəkildə əlimizdən alıb verdilər onlara. Yəni Azərbaycan deyəndə oralar da qədim Azərbaycan xəritəsidir. Tiflisə qədər, Dərbəndə qədər, Həmədana qədər. Bu xəritəndə deyil zəhmət olmasa. İndi gəldik, çıxdıq bugünkü günə. Yəni əsas söhbətimiz Güney Azərbaycan olduğu üçün və dostlarımız deyək ki, Güney Azərbaycanın müxtəlif xəritələrini çəkirlər. Bu da onlardan biridir. Əlbəttə burada qüsurlar da çoxdur. Sadəcə elə əlimə keçən buydu, qoydum. Yəni bu Güney Azərbaycandır, o yuxarıdakı da Kuzey Azərbaycandır, qardaş. İndi mən Güneyli o savadlı soydaşlarımızdan nəyə xahiş elərdim? Bu xəritələri dəqiqləşdirin. Sərhədlər hardan keçməlidir? Yəni inşallah Güney Azərbaycan müstəqil dövlət olanda onun o gerçək xəritəsi haralardan keçməlidir? Onun üçün o sınır nöqtələr bilinməlidir. Və bunun üçün etnik Azərbaycanın etnik xəritəsi hazırlanmalıdır ki, Kürdlər hansı kəndlərdə çoxdur, deyək ki, Lurlarla harada sərhədimiz başlayır, Farslarla haradadır, deyək ki, Xorasanla əlaqələrimiz nətər olacaq. Bundan sonraki xəritəni qoy. Yəni etnik xəritə deyəndə bu nəzərdə tutulur ki, bugün İranda Azərbaycanlılar harada yaşayır? Yəni Azərbaycan türkləri. Bu sarı xətlərlə ki verilibdir. Deyək ki, Qaşqaylar cənubdadır, nə bilim, Xorasan tərəfdə var və s. Bunları dəqiqləşdirmək lazımdır. Bölgə-bölgə, şəhər-bə-şəhər, kənd-bə-kənd bu xəritələr çəkilməlidir. Bu etnik xəritədir. Bunu da dəyiş və nəhayət bugünkü, yəni gerçək bütün Azərbaycan deyəndə, yəni dünya ictimaiyyətinin qəbul elədiyi, yəni bugünkü sərhədlər ki var, Quzey Rusiyadır, Quzey-Batı Gürcüstandır, Batı Ermənistandır, Türkiyədir, sonra İraq gəlir, aşağıda da deyək ki, Lurlardır, nə bilim, Ərəblərdir, sonra Farslardır və s. Təxminən bütöv Azərbaycanın real xəritəsi, yəni bugünkü sınırlara görə. Təbii bu xəritə dəyişə bilər və məncə də dəyişməlidir. Daha günəyə uzanmalıdır. Amma bunlar elmi şəkildə işlənməlidir. Yəni bugün biz Azərbaycan deyəndə onun siyasi tutumu, rəsmi siyasi tutumu budur. Həm Quzeyi bildirir, həm Güneyi bildirir. Ona görə Kuzey Azərbaycan, Güney Azərbaycan sözlərini işlətmək
elmi baxımdan düzdür. Niyə? Çünki biz bunun tarixini danışdıq. Ki, tarixdən üzübarı belə gəlir. Profesör Helmholtz'un redaktörlüğü ilə dünya tarixi yazılıbdır. Bir 200-dən çox məşhur tarixçilərin köməyi ilə, yəni kollektiv tarixdir. Orada belə bir cümlə var. Tarixin qeyd etmədiyi qədim çağlardan Azərbaycanda türklər yaşayıb. Bu, ən deməli tanınmış, elmi, akademik olan bir kitabda keçən cümlədir. Yaxşı, biz buna istinad etməyib, o yarım savadlı adamların səfsəfəsinə baxmalıyıq ki, nə bilim, Azərbaycan sözü nədir, ancaq güneyi bildirir, nə bilim, türk sözü deyil, nədir. Və Azərbaycan türkləri bura 11-ci əsrdə gəlib deyən, o düşmən deyir, aydındır. Niyə deyir, o da aydın. Amma bizimkilər onu deyəndə, özdə mənim hörmət elədiyim insanlar deyəndə, mən bunu qəbul edə bilmərəm. Və onlar qarşılandı, məni görməlidirlər. Lap dostlarım, xətli istədiləm. Necə 11-ci əsrdə gəlirlər? Və mən səhərdən danışdıqlarım nədir? Birini durun təksib edin, deyin ki, bu xəritə düz deyil. Deyək ki, Xəlifə Muaviyyənin vaxtında soruşub 7-ci əsrdə. Ya ərəb yazarı yazır bunu, Übeydin Şərriyə Əl-Cürhumi. Ya Azərbaycan nə olan yerdir, nə məmləkətdir? Azərbaycan qədimdən türklərin yurdudur. Bunu 7-ci əsrdə yazıb da. Ərəb 7-ci əsrdə yazır ki, Azərbaycan qədimdən türklərin yurdudur. Mən bu cici bacı dostlarım, alimlər deyir, yox, türklər bura Səlcuqlarla gəldi. 11-12-ci əsrdə gəldi. Adam vicdanı olar da. Bunu düşmən deyir, başa düşürəm, niyə deyir, amma sən niyə deyirsən? Bəlkə savadın çatmır. Artıq məndə şübhə yaranır. Biri də oturub Hollandiyada kitab yazır Səfəvilərdən. Statusunda da yazıb ki, Azərbaycanlar bura, Azərbaycan türkləri 11-12-ci əsrdə gəlib. Şəcərə-i Türkməni oxuyun. Əbülqazı Bahadır xan. Orada az boyundan danışır. Azlardan. Yəni Azərbaycan sözünün kökündə deyənən az boyundan danışır. Deyir ki, azlar eli, yəni Azərbaycan, Duduqun soyundan gəlib. Yəni Azərbaycanda yaşayan azlar. Sonra Azər də deyirlər ona. Amma ən qədimi az boylardır. Və Oğuz xan, Azərbaycan sözü haqqında Oğuz xanın adından Rəşidəddin yazısı var Oğuznəmədə. Yazır ki, Oğuz xan Azərbaycana gələndə, yəni Qarabağdan ki, Təbrizə tərəf düşdü, orada bir təpə düzəltdi. Əskərlərinə dedi ki, hərəz ətəzdə biraz torpaq gətirin, tökün bura, bir təpə yaransın. Görüm, mənim nə qədər əskərim var. Yəni, o təpənin hündürlüyündən bu əskərlərinin təxmini sayını müəyyənləşdirmək istəyir. Onlar da deyir, o qədər idilər ki, o torpağı hələ ətəndə biraz torpaq gətirib tökdü, böyük bir təpə alındı, böyük bir, yəni əslində kurqan çəldi. Deyir, Oğuz xan da buna ad qoydu, Azərbaycan. Və izah edir Rəşidəddin ki, Azər bu boyun adıdır. Bayqan da tanınmış bəylərin adıdır. Yəni, Azərbayqan həmin o bəylərin yurdu. Azər bəylərinin yurdu anlamında. Bunu bizim öz milli qaynağımızda verir. Oğuznamadan daha nə milli ola bilər? Ay türkçü qardaşım. Sən türkçüsən, əgər Oğuznamaya əsaslanmırsansa, mənim artıq sənin türkçülüyündə də şübhəm var. Bu dərəcədə olmaz da.
Deməli, o xəritələri ki qoyduq ekrana, siz də baxdınız. Ərəb çağına qədər ki gəldik, yəni sonda Sasani çağından yekunlaşıb Ərəb çağına qədər gəldik. İndi Ərəb çağında Arran sözü işlənirdi. Yəni Arazdan yuxarıda Albanın qarşılığı kimi Ərəb qaynaqlarında Arran gedib. Özü bir neçə yerdə gedib. Amma Arrana nə deyirdilər? Ərəb qaynaqlarında deyirdilər ki, Azərbaycan əl-ülya. Yəni yuxarı Azərbaycan. Yəni Arran haradır? Azərbaycanın yuxarı bir məmləkətidir. Bunu Azərbaycana qarşı Arran sözünü işlədənlərə deyirəm. Yəni Arran sözü o demək deyil ki, bura Azərbaycan deyil. Açıq yazırlar da yuxarı Azərbaycana Arran deyilir. Deyək ki, Azərbaycanın cənubunda deyək ki, Həmədan bölgəsi deyilir. Bu demək ki, Həmədan Azərbaycan deyil. Və ərəb qaynaqları yazırlar ki, çünki onlar Ermənistan tərəfdən işğal ilə gəldilər və tutduqları torpaqlarda canişinlik yaradırdılar. Sonra Gürcüstanı, Azərbaycanı ki tutdular, onların canişini tutdular Erməniyədə və bütün o ərazilərə dedilər Erməniyə. Bu siyasi bir zatdır. Bu demək deyil ki, Gürcüstanda da Gürcülər yaşamadı, Azərbaycanda Azərbaycan türkləri yaşamalıdır. Sadəcə vergi yığmaq üçün o inzibati ərazini adlandırdılar Erməniyə. Və zaman da onun adına Azərbaycan yazırdılar. Erməniyə də Azərbaycanın içində olurdu. Yəni elə də yazılan var idi, belə də yazılan var idi. Təbəri yazır ki, Azərbaycan böyük ölkə olub, cənubunda Həmədan, şimalında isə Dərbənd yerləşdir. Bəyə xəritələri qoymuşdum, indi də qaynaqlarda misallar verirəm. Bu, Farsların Təbəridən böyük, yəni bir qaynağı var. Bir də oxuyuram. Azərbaycan böyük ölkə olub, cənubdan Həmədan, şimaldan isə Dərbənd yerləşir. Əl-İstəxri isə yazır ki, Azərbaycanın batı sınırı Dəzliyə qədər uzanır. Onun əsərlərinə baxın, səhifə 180-181. Yəni, İstəxri hətta Dəzliyə qədər bunun batı sərhədlərini Azərbaycan sözündən danışanda, coğrafiyasından aparıb ora çıxardılar. İbn Həvqal deməli belə yazır. Deməli, Ermənistan, Arran, Azərbaycan nəzərdə tutub yazır. Bu ölkələri biz bir vilayət hesab edirik. Bunları əhatə edən yerlər şərqdən Cibal və Deyləm. Habelə Xəzər dənizinin qərb hissəsi. Qərbdən Armen, hüdudu Cəzrə, Cəzrənin bir hissəsi, şimaldan alanlar və Qapq dağlarının cənubdan İraq hüdudu və Cəzrənin şərq hissəsidir. Yəni, Təbəri deyəni bu biraz da geniş verir. Şahlar dövründəki qaynaqlara da baxanda yenə eyni məsələlərlə rastlaşırıq. Gəncə şəhərindən yazanda yazırlar ki, bu Azərbaycan şəhəridir. Bərdədən danışanda yazırlar ki, Azərbaycan şəhəridir. Teymurlar dövründə o bəyə xəritəni də göstərdim də orada bir mübahisə olunası məsələ yoxdur. Səfəvilər dövründəki yazılarda, qaynaqlarda da bu yaxın dövr olduğu üçün onların üzərində çox durmuram, amma soydaşlarımızın bəlkə bilmədiyi bir məsələni xatırlatmaq istəyirəm.
Bir 20 il qabaq Fransadan, İsveçrədən mənə bir kitab göndərdilər, əl yazma. Yəni muzeydən özdə Güneyli soydaşımız göndərmişdi. O qrammatika kitabı idi. Deməli, bir fransız, Baltazar adlı bir fransız gəlib Güney Azərbaycanı, Kuzeyi gəzib, o sözləri toplayıb, gedib Şamaxıda oturub bir kitab yazıb, gramer kitabı. Adını da qoyub Söz Türki. Bu təxminən 1670-ci illərdir. Mən o kitabı hazırladım, amma imkan olmadığı üçün 130 səhifəlik kitabdır. Amma çox dəyərli kitabdır. Niyə? Çünki bütün o əyallətləri gəzib, o sözləri toplayıb, atalar sözlərini toplayıb, zərbil məsələləri toplayıb, biraz da qramerindən yazıb, ismin hallarından, feilin növlərindən. Özdən maraqlıdır ki, Latin əlifbası ilə yazıb, çünki fransız idi. Amma sonradan bəzi sözlərin ərəb əlifbası ilə də kimsə ora əlavə edibdir. Deməli, Səfəvilər dövründə Azərbaycan bir neçə vilayətə bölünmüşdü. Təbriz bəylərbəyliyi, Çuxursad bəylərbəyliyi, Şirvan bəylərbəyliyi və Qarabağ bəylərbəyliyi. Bu o demək deyil ki, bunlar Azərbaycandır. Sadəcə Azərbaycan ölkəsinin belə vilayətlərə bölünməsidir, inzibati ərazilər idi bunlar. Şarden adlı alim ki gəlir Qafqaza, Azərbaycana, o maraqlı bir qeyd edir. Yazır ki, Mad Azərbaycana tabi olan Dərbətdə əla çəmənlik otlaqları var idi. Yəni o Azərbaycanda Mada qədim adını istifadə edir və Dərbəndi də deyir ki, Azərbaycanın tərkibində idi. Səfəvi dövründə Şah İsmail Xətaydan Şah Təyməsibəcən 12 məmləkətə sahibdirlər. Bunlar hamısı o qaynaqlardan oxuyuram. Polşalı bir keşiş olub, 1725-ci ildə yazdığı kitabdır. 12 məmləkətdən ibarətdir və bunları sadalayır. Əraq-ı Əcəm, Xuzistan, Loristan, Farsla Kirman, Məkran, Simnan, Qəndəhar, Zabilistan, Xorasan, Mazandaran, Gilan 11-ci və 12-ci Azərbaycan ki, ibarətdir İrəvan, Şirvan, Gürcüstan, Dağıstan. Yəni Dağıstan, İrəvan, Gürcüstanı da Azərbaycana aid edilir. Ona görə Azərbaycanın şimalı ayrı bir adlı, güneyi ayrı bir adlı demək ən azı savadsızlıqdır, ən azı bu bəlgələrdən, tarixi qaynaqlardan xəbəri olmamaqdır. Əfşarlar dövründəki qaynaqlar çox maraqlıdır. Yəni Nadir Şahla bağlı bir yazıda tədbir və səlahi o cür gördü ki, əvvəlan İrəvanla Gəncəyə gedib və o şəhəri ki, Azərbaycan məmləkətinin böyüyüdür, təsxir edə. Yəni, İrəvanı, Gəncəni Azərbaycanın ən böyük şəhəri kimi verir. Hər halda Azərbaycanın şəhəri kimi verir. Zəflər dövründəki qalan sənətlərdə də yenə eyni şeylər təkrar olunur. Mən bir deməli mənbədən bir cümlə oxumaq istəyirəm. Zəndlərin hakimiyyəti dövrünə aid 2 tarixi məktubda Azərbaycanın sərhədləri göstərilmişdir. Bu məktublardan biri Kərim xan Zənd, digəri isə Əlimurad xan Zənd tərəfindən yazılmışdır. Həmin məktublarda Gəncə, Qarabağ, Naxçıvan, Şirvan, həmçinin Əli Şəkərin hakimiyyəti altında olan ərazilər Savə, Ərək, Həmədan da daxil olmaqla indiki İranın mərkəzi ostanı, Həmədan ostanı, Tehran ostanı və Qum ostanının bir qismi və üstəlik Kürdistan ostanının şərq hissəsi
və Kirmanşah Ostanının 1/3 və həmçinin Loristan Ostanının bir hissəsi Azərbaycan sərhədləri daxilində təqdim edilmişdir. Bu tarix sənəddir. O bəlkə deyirdim ki, Güney Azərbaycan xəritəsinə işləyəndə bu qaynaqlara baxmaq lazım. Və onda daha böyük Kərim xanın dövründə yazılmış, ərəb hərflərindən yazılmış belə bəlgələr çoxdur. Sadəcə mən onları oxuyub vaxtınızı almaq istəmirəm. Həmin çağda xristianlıqla bağlı, yəni ermənilərə ünvanlanmış bir fərman da var. Həmin fərmanda yazılır. Bu da həmin çağdır. Azərbaycan Şirvandan və Qarabağ və Darüssəltənə Təbriz və Gəncə, Naxçıvan, Əli Şəkəri, Qələmrovu, Darüssəltənə İsfahan və ölkəyə Fars, Şiraz, Bəndər-Abbas vilayətləri və aynı məmləkətlər mənsub olan yerlərdə yazır ki, ermənilərin bu xristian məktəbləri ilə bağlı heç bir əngəl törətməsinlər. Yəni, burada Fars bölgələrində verir Bəndər-Abbasda, amma yuxarıda Azərbaycanın o sadaladığım bölgələrini salır. Həmin çağda, deyək ki, qaynaqların birində yazır ki, Araz çayı, ki, böyük çaydır, Azərbaycanın ortasından axıb Xəzərə gedir. Azərbaycanın ortasından axmaq nə deməkdir ki? Yəni, o tərəfi də Azərbaycandır, bu tərəfi də Azərbaycandır. Qacarlar dövründə, yəni bu Azərbaycan sözü necə işlənib, onu Bartold izah edir. Bartold da birisi ki, məşhur şərqşünasdır. Bartold, onun yazdığı çoxdur. Mən bir hissəni, bircə cümləni oxuyub, onu tərcümə eləmək istəyirəm. Termin Azərbaycan избран потому, что когда устанавливалась Азербайджанская республика, предполагалось, что Персидский и этот Азербайджан составляют одну целую, так как по составу населения они имеют очень большое сходство. На этом основании было принято название Азербайджан. Но, конечно, теперь, когда слово Азербайджан употребляется в двух смыслах, в качестве персидского Азербайджана и особой республики, приходится путаться и спрашивать, какой Азербайджан имеется в виду? Azərbaycan persidski или этот Azərbaycan? Yəni bu Məmməd Əmingilin deyək ki, qurduğu dövlətə Azərbaycan adı ki verdilər. Əlbəttə bu çoxlarını narahat elədi və Bartok da ona işarə eləyir ki, indi deyir belə bir vəziyyət yaranıb. Həm güneydə Azərbaycan var, kuzeydə qurulan dövlətə də Azərbaycan dövləti deyilir. Ona görə Azərbaycan deyəndə həmişə bir sual çıxır ortalığa ki, hansı Azərbaycan nəzərdə tutursan? Kuzeyi yoxsa güneyi? Bu da deyir, normal haldır. Və bütün bunları deməkdə məqsədim odur ki, o xəritələr və bu qaynaqlar Azərbaycan sözünün həm quzeyə, həm güneyə aid olmağını aydın göstərir. Burada mübahisə eləmək istəyən varsa buyursun. İndi bəzi qaynaqlarda ola bilər ki, deyək ki, Azərbaycanın bir əyalətindən danışır, məsəl üçün deyək ki, Xoydan danışır, və yaxud Mərəddən danışır, deyir ki, bura Azərbaycandır. Bu o demək deyil ki, o yerdə qalan Azərbaycanda elə biz gedək Xoyu ya Mərəndi tutaq ki, Azərbaycan deyəndə buralarda nəsə. Yəni, hər bir bəlgəni kontekstdə oxumaq lazım. Onu mətndən çıxardıb kənarda oxusan, ona 100 dənə məna verə bilərsən. Bütün bu mənim sadaladığım qaynaqlar və minlərlə qaynaqdan mən bir neçəsini adını çəkdim, əlimə keçənləri. Və onda deyim ki, bu son vaxtlar Misir kitabxanalarından çox maraqlı xəritələr tapılıbdır. Orada Azərbaycan tarixinə gözəl xəritələr var. Yəni, həm Kuzeyin, həm Güneyin Azərbaycan adlanması. Sonra əlyazmaları üstündə bir sənəd tapıblar. Orada açıq aydın yazılıb ki, Azərbaycan sözü Dərbətdən Həmədana qədər əraziləri əhatə eləyir. Sadəcə ərəb dilində olduğu üçün mən onu oxuya bilmədiyim üçün onu da gətirib burada sizin nəzərinizə çatdırmadım. Amma bu informasiya qəzetlərdə gedibdir.
Bura qədər elədiyim söhbət nə idi? Azərbaycan sözünün tutumu, yəni o Cavad bəyin söhbətin əvvəlində qoyduğu suala cavab idi ki, Azərbaycan deyəndə onun coğrafi sınırları nədir? Mən həm etnik sınırından danışdım, yəni bu dildə danışan insanların yaşadığı əraziləri əhatə edən Azərbaycan sözündən, bir də həmin o Azərbaycan coğrafiyasının siyasi tarixindən danışdım ki, zaman-zaman bu ərazi böyük dövlətlərin bir hissəsi olubdur. Bəzən bu dövlətləri buradan çıxanlar idarə edibdi və bəzən də kənardan olanlar idarə edibdi. Və bu idarəçilikdə də tarix boyu türklər olublar. Yəni bir müddət Əhəmənlər oldu, bir müddətdə Sasanlar oldu. Yerdə qalan tarix, 4000 illik tarixdə bu həmişə türk siyasi baxımdan, türklərin idarəsi altında olub. Bu siyasi tarixi, Azərbaycan sözünün siyasi tutumu və bir də etnik tutumu ki, bayaq danışdım ki, deməli, proto-türklərin yurdunda qalan, deməli, türklər, yəni Azərbaycan türklərinin yurduna çevrildi bura. Yəni Azərbaycanların yurdu haradır? Həmin o ulu türklərin yaşadığı ərazidir. Bu həm şərəfdir bizim üçün, həm də böyük məsuliyyətdir. Çünki türk tarixindən danışanda bu məsələlərə diqqət vermək lazımdır. İndi keçmək istəyirəm Azərbaycan sözünün dilçilik baxımından mənasına. Yəni bu söz necə yaranıb, bu nəyi bildirib? Onu deyim ki, yəni Azərbaycan sözünün kökündəki az sözü var. İndi Azərbaycanda az işlənir, amma o az boy adıdır və qədimdə onun as variantı da geniş yayılıbdır. Rauf bəy, zəhmət olmasa şəkli gətir ekrana, as boyunun Azərbaycandan köçləri. Bu as boyu, amma bu da Dərbəndnamə kitabındandır ki, ərəblər bura gələndə Azərbaycan ərazisi Həmədandan Dərbəndə qədər idi. Bu Dərbəndnamə, yəni tarixi əsərdir, qaynaqdır da bu, qaynaqdır. O kim ki deyir ki, Quzey Azərbaycan yoxdur, ora Ərrandır, nə bilim nədir, buyurun. Deməli, bunu da deyim, Azərbaycan sözünün ilk, yəni eradan qabaq yaranıb, amma ilk yazılı şəkildə ki, gəlib əlimizə çatıbdır. Biri Karnamakdadır, 3-cü əsrdir. Biri 590-cı il hadisələrindən bəhs eləyən, elə həmin əsrdə yaşamış Simakatta'nın Yunan tarixçisidir. Filakt Simakatta. Onun Yunanca yazdığı əsərindədir. Sonra Yaqut Əl-Həməvidə var və çox yerdə var. Sadəcə bunları mən olduğu kimi o qaynaqları vermişəm ki, soydaşlarım ekrandan da baxıb oxuya bilsinlər. Məsəl üçün, o Karnamak əsərində deməli, Pəhləvi dilindədir, belə yazılıb. Ud ardaxşı padam menin budku o arman ud adur badagan şavam. Mənası budur ki, və Ərdaşır düşündü. Ərmən və Azərbaycana gedərəm. O Adur-Badagan şəklində yazır. Simakatta da yazır ki, 590-cı ildə Xosrov Adrabiqana qaçdı. Yəni, Azərbaycan sözü həmin çağlarda bəzən Azrabiqan da gedirdi. Yəni, Xəzər-Xəzri sözlərindəki kimi o metatez olur. Amma bunun Azərbiqan variantı da var. Yaqut Əl-Həməvi nə yazır? Onu deyim ki, Yaqut Əl-Həməvi özü gəlib Azərbaycanda o əhalinin içində gəzib bu faktları toplayıbdır. O isə yazır ki, deməli,
Şəmmaxın şeirində ki ondan qabaq yaşayıbdır, Azərbaycan sözü deyib belə yazılır. Azərbaycan. Mütəllib vaxtında isə, daha doğrusu əl-mütəllib isə Azərbaycan yazıb. Bu özündən əvvəlki yazıları misal çəkir. Sonra yazır ki, yerli əhali isə deməli Azərbaycan şəklində işlədir. Azər və Bican hissələrindən ibarətdir bu söz. Bu sözün nisbəsi, yəni nisbi sifəti birinci hissədən deyir belə yazır. Azri və yaxud Azəri şəklində düzəlir. Bunu deyir Azəri də deyirlər, Azrəbi də deyirlər. Belə Azərbi də deyirlər, Azrəbi də deyirlər. İndi burada bir şəkilçisi var, ondan da danışacağım. Amma sözün kökündə biz nəyi görürük? Az boylarını görürük. Bir-iki məlumat bu az boyundan verin. Bunu zəhmət olmasa dəyişdir, Rauf bəy. Sadəcə o ekrandan mən yaxşı oxuya bilmirəm deyin. Bəzi sözləri ola bilər yanlış tələffüz edirəm. Azərbaycan sözünün ümumiyyətlə qaynaqlarda müxtəlif cür yazırlar. Bu Kaşqarının xəritəsinə çəkilən, kitabına çəkilən bir xəritədə Azərbaycan sözü belə yazılır. Azər Abatkan. Yəni istəsəz mən oxuya bilərəm, bəzi burada sanıram ki, pis görünmür. Mən buradan ekrandan yaxşı görə bilmirəm. Orada yazıb ki, yuxarıda Azər dialektlərində Azərbaycan, Azərbaycan, Həzirbaycan, Əzərbaycan. Yəni burada bugün Azərabadəqan, Azərbaycan bu, yəni əski əlifbəylə yazılıb bura. İbn Həvqal, Azərbaycan. O xəritəsində bəlkə qoyduq orada, o bu şəkildə yazıb. Amma Cavad bəy sağ olsun kömək elədi mənə. Yəni bugün də Azərbaycan dialektlərində Azərbaycan sözünün tələffüzünə fikir vermək lazım. Təsəvvür edin ki, bir alim gəlir bir bölgədə bunu Azərbaycan şəklində eşidir, elə də yazır. Amma o birisi gəlir, o birisi bölgədə Azərbaycan eşidir, elə yazır. O birisi də Həzərbaycan eşidir, elə yazır. Ona görə müxtəlif yazılış formaları çıxır burada. Mən rəhmətli Mirzə İbrahimovdan bir dəfə soruşdum. Dedim, usta, hamı Azərbaycan deyir, amma sən Azərbaycan deyirsən. Bunun səbəbini öyrənmək istəyirəm. O səbəbini demədi, dedi, oğlum, elə mən anadan olandan belə eşitmişəm, belə də işlədirəm. Rəhmətlik Güneydən idi. Yəni o Bican demək mənim diqqətimi çəkmişdi və doğrudan da qədim forması Biqandır o. Ki, ərəblər gələndən sonra onu Bican eləyiblər. Yəni, bura qədər dediklərim budur ki, qaynaqlarda da bu ad keçir, müxtəlif yazılış formaları var. Hətta bugün özündə də müxtəlif cür deyirlər. Hətta türkmənlər də öz qaynaqlarında Xəzərbaycan deyirlər Azərbaycana. Bizə Azər demirlər, Xəzər deyirlər. Ona görə də Azərbaycan sözünün etimologiyası ilə çox alimlər məşğul olub. Bu lövhədə gördüyünüz, deməli, Azərbaycan sözünü farsça izah eləmək istəyənlər də var, türkçə izah eləmək istəyənlər də və bunların əksəriyyətdə məşhur alimlərdir. Deyək ki, bir qismi bunu atar patkan şəklində götürür, anlamını belə verir. Ataşpərəstlərin ölkəsi. Yəni, atar sözündən götürür. Və yaxud mağların yurdu anlamında izah eləyir. Mən bu alimlərin adlarını çəkmirəm ki, vaxt getməsin. Bunlar məşhur alimlərdir, bu sözləri deyənlər. Farsça izah eləmək istəyən başqaları, deyək ki, atar patkan sözünü götürürlər. Tanrı odunun bulağı, od tanrısının yeri anlamını verirlər. Özdə maraqlıdır ki, orada atar pütkan, büt şəklində bərp eləyir.
və onu büt kimi başa düşürlər. Əslində, əgər doğrudan da belə bir variant olsaydı, elə o boy deməkdir də, Azərbaycan. Qədim dilimizdə boy tayfa qəbilə deməkdir. Bir başqası da Azərbaycan şəklində götürür. Gənə odla abadlaşmış ölkə, yaxud torpaq anlamında verir. Bu sözü farsça izah eləmək istəyənlərdə, əlbəttə bunların nağıldılar. Çünki əvvəla sözün kökünü düz götürmürlər, atarla bağlayırlar. Bir, o üçüncüsü Azər sözünü götürür burada, Yaqub Əlhəməvi. Bundan başqası da var. Məsəl üçün, Abbasqulu Ağa Bakıxanov kimi məşhur tarixçi, ilk Azərbaycan elmi tarixini yazan adam, məsəl üçün, çox cəfəng bir şey yazır. Deyir ki, Azərbaycan sözü Babəkin adındandır. Azər Babakan olubdur, oradan Azərbaycan sözü yaranır. Ha, qardaş, Babəkdən qabaq var idi bu adı, Azərbaycan adı. Yəni, belə şəxs adları ilə də izah eləmək istəyənlər olub. Bunlar hamısı əlbəttə xalq etimologiyasıdır, elmi deyil, dilçilik baxımından bunlar qəbul olunmaz. Türkçə izah eləmək istəyən alimlər də çox olubdur. Onlardan bir 4-ünü, 5-ini mən burada vermişəm. Ekrandan oxuya bilərsiniz. Məsəl üçün, Azərbaycan şəklində götürüb, böyüklərin, bayların uca yeri. Bu, Oğuznaməyə əsaslanır. Yəni, Oğuz xanın verdiyi izahatı qəbul edirlər. Sonra bunun Adirpati variantını götürürlər. Rəhmətli Yusuf müəllim də, o da çox böyük alim idi, elmşünas idi, amma sözün onun bu etimologiyası ümumiyyətlə çox zəifdir və yanlışdır. O Adirpati şəklində bunu bərpa edir və dağlı, təpəli, düzən yer. Dağ silsiləsi düzəni. Belə ölkə adı olmayacaq. Həm də sözün hissələrini yanlış götürüb. İkinci mənim ən çox sevdiyim, hörmət elədiyim alimlərdən Mirəli Seydov çox qeyrətli alim idi, profesor idi. Biz çox şeylər biz ondan öyrənmişik. Amma burada da çox yanlış bir etimologiya verib ki, belə gülməli səslənir. Bu, dilçilik elminə ümumiyyətlə düşməz bu. Məsəl üçün, Azərbaycan sözünü belə izah edir. Az, ər, bay, qan hissələrini ayırır. Mənasını belə verir. Uğurlu, yaxşı istər, günəş, varlı, ata. Belə ölkə adı olmaz. Hissələrə düz bölübdür. Bir dənə o bayı yanlış veribdir. Bay deyil, orada bidir. Azər bi olmalıdır. Çünki qədim formaları onu tələb edir. Bay isə sonradan yaranır. Sonra az, əri, bayqan şəklində izah edənlər var. Azəri yurd anlamında. Bu da Azərlidir, Musavidir, Yampolskidir. Bu üç alimin bir yerdə yazdığı. Sonra Ramiz Qurbanın yazdığı var. Azərbaycan şəklində bərpa eləyir. Mən də bunu qəbul edirəm və bunu ən düzgün sayıram. Çünki söz belə bölünür. Az, ər, biqan hissələrə. Mənası da Azərboyların ölkəsi deməkdir. İndi sözün kökünə fikir versək, görürük ki, burada az boyu var. İndi növbəti xəritəni Rauf bəy qoysun, biz orada az boyu haqqında bir-iki məlumat verək. Yəni, Azərbaycan sözü göydən düşməyib. Azərbaycan sözünün kökündə duran sözün tarixi çox qədimdir. Həddindən artıq qədim. Niyə? Qədim də olmalıdır, çünki Proto-Türk dövrü dağılandan sonra onun yerində bunlar qaldı da, yəni Azərbaycan türkləri qaldı. Kimlər qaldılar? Həmin as boyları qaldılar. Nə bilim, qədim adlarını çəksək, qutlar, subarlar, lulular, manlar, maddar, turuqlar, aslar, azərlər və s. Bu cür o qədimdən bizə bəlli olan, bu boy adları ilə bəlli olan tayfalar qaldılar. Yəni Azərbaycan xalqının ən ulu babaları bunlardır. Onlardan da biri aslardır. As boyları Araz kənarında həm quzeydə, həm güneydə yaşayıblar. Bunlar deməli 3500 il bundan qabaq
o ikinci köç dalgası başlayanda, yani milattan önce 15-ci əsrdə həm bunlardan doğuya gedən olub ki, Qazaqların, Qırğızların, Xakasların formalaşmasında bunlar da iştirak ediblər. Həm də kuzeydən Skandinaviyaya qədər gediblər. German xalqlarla gedib qarışıblar. Bir də bunlar batıya, Troya tərəfə getmişdilər həmin çağda. Ki, Troya müharibəsində də iştirak ediblər. Bu demək deyil ki, bütün Troyalılar aslardır. Sadəcə as boylarından oraya gedən olubdur. Bunu nədən bilirik biz? Çünki 12-ci əsrdə Troya dağılanda, Troya savaşından sonra bu aslardan gene kuzeyə Germanlar olan tərəfə gedənlər olubdur. Bunu da biz həmin o German dilli qaynaqlardan öyrənirik, sağalardan öyrənirik. Yəni, deyək ki, Kiçik Edda əsərini oxuyanda elə o Kiçik Edda əsəri belə başlayır. Özdə İslandiyada yazılır bu kitab. Bir 800 il bundan qabaq. Yazır ki, Troya çağında Asiyadan azlar gəldilər bu German bölgələrinə, yəni Kuzey Avropaya. Və orada Germanlarla qarayıb qarışdılar. Bu aslar deyil, çox qəribə xalq idi. Bura şəhər mədəniyyəti gətirdi. Özləri ilə türk adət ənənələri gətirdi. Onu açıq yazır ki, bunlar türkdülər. Türk dilini gətirdilər, türk adətlərini gətirdilər, türk dövlətçilik gələnəyini gətirdilər və türk adlarını gətirdilər. Sonra adları sıralayır. Anar, Qanqlı, Atlı, Asqız və s. Yəni bu qaynaqlardan biz öyrənirik ki, bunlar Troya çağında da Troyadan oraya gediblər, amma zamanında Azərbaycandan gediblər. Biz nədən bilirik ki, bunlar Azərbaycanda yaşayıb? Çünki sonraki Urartu qaynaqlarında Urartular yazır ki, biz Araz çayını keçdik, yəni güneydən kuzeyə keçdik. Asların ölkəsində Aslar düşmən xalqı idi. Onların ölkəsinə girdik, bəzi bölgələri tutduq, orada İrəvan şəhərini saldıq, Argiştinil şəhərini saldıq. Bunlar Urartu dilindəki qaynaqlardadır. Biz bilirik ki, ondan bilirik ki, yəni Aslar burada da, indiki İrəvan ərazisində daha çox yaşayıblar. Və bugün də Naxçıvanda Aza kəndi var. Və bundan sonraki deməli yazını qoy, Rauf bəy. Biz bu asların boy olmağını nədən bilirik? Çünki aslar həm Orxon Yenisey abidələrində var olar. Həm də başqa qaynaqlar. Bu Fars dilində hətta 17-ci əsrdə yazılmış bir kitabdır, Dastur Al-Mulk. Deməli, burada bir neçə adamın adı keçir. Qayıb Nazar bəy Atalıq, Saray As, Xürrəm bəy Hacı Pərvənəçi As, Mahmud bəy Katağan As, Məhəmməd Hakim bəy Mirzə As. Bu Pərvənəçi, Atalıq, Mirzə bəllidir, bunların sənətidir, yerdə qalan da adıdır. Bəs aslı nədir? Aslı bunların as boyundan olduğunu, o nisbəsini bildirəm. Yəni, as boyu, as adında müəyyən bölgələrdə, xüsusilə Rusiya çöllərində, bu Türkmənistan tərəfdə, hətta orta əsrlərə qədər belə yaşayıbdır. As boylarının Orxon Yenisey abidələrində də biz onlara rast gəlirik. Orada görürük ki, Tonikuk abidəsində, sonra canım sizə desin, Bilgəhan abidəsində deyəsən yoxdur. Tonikukda bir də Kültekin abidəsindəki yerdə keçir. Məsəl üçün, orada belə cümlələr var. Az budun filan şey elədi. Budun xalq deməkdir, yəni az xalqı. Yəni tayfanın xalqının adı azdır. Sonra başqa bir cümlə var. Az Qırğız nə bilim nə etdi. Yəni Qırğızların içindəki as boyundan söhbət gedir. Və yaxud deyək ki, Tonikuk abidəsində belə bir cümlə var. Deyir şey,
zad axtardım, bələdçi axtardım. Çölki az ərib buldum. Yəni öz üçün bələdçi axtarıb hardansa keçməyə. O yabanda çöldə yaşayan az boyundan bir kişi deyir tapdım, mənə bələdçilik elədi. Az əri buldum. Yəni ər orada adam mənasındadır, kişi mənasındadır. Yəni bu az sözü tayfa, boy kimi Azərbaycanda olubdur. Buradan gedibdir doğuya. Yəni Göytürk yazılarına gedib düşübdür. Qazaxlar, Qırğızların içində onlardan olubdur. Və bu tərəfə də Batıya da dedim Troya qədər gediblər. Hətta 12-ci əsrdə oradan Avropanın kuzeyinə qədər gedib çıxıblar bu as boyları. Mən gənc soydaşlarımdan məsəl üçün tövsiyə eləyərdim ki, bu aslar haqqında bir kitab yazsınlar. Çox maraqlı qaynaqlar var. Və mən çatdıra bilmirəm, mənim o qədər işim olur ki, elə o vaxt Azər xalqı kitabını yazanda bunlardan bu bəzi bəlgələri qoymuşdum. Amma bu nə qədər bəlgələr var, nə qədər qaynaqlar var. Yəni, Azərbaycandan yazmaq istəyirlər ki, kimliyimizi tanıtmaq istəyirlərsə, tanımaq istəyirlərsə, Azərbaycan sözünün qədim nədən yarandığını öyrənmək istəyirlərsə ki, as boyundan yazsınlar. İstənilən qədər qaynaq var. Biz o birisi boyları bilirik. Sonraki məsəl üçün bayat boyu nədir, qay boyu, amma aslar haqqında az bilirik. Niyə? Çünki bunlar ən qədim Azərbaycan boylarıdır və Azərbaycan sözündə kökündə duran həmin az boylarıdır. İndi az, deməli, bunu dəyişsə, əhmət olmasa, Rauf bəy, deməli, dilçilik qanunları var. O qanunları nəzər alanda etnonimlər, yəni tayfa adları, xalq adları necə yaranır, onun açarları var da. Deyək ki, ağ şəkilçisi qoşula bilir, ər şəkilçisi qoşula bilir, lar, bi, bunlar da cəmlik, çoxluq bildirən şəkilçilər. Tayfa adlarına bunlar qoşulur. Və bunlar qoşulanda həmin tayfanın bir növ yeni tam formalı adı yaraşır. İndi az sözləri qədimdə o boğaz tutulması ilə deyildiyi üçün bu sözlərin bu variantları yaranıb dilimizdə. Az, qaz, kaz, xaz. Yəni, bunun dilçili əsasları var və geniş danışmaq olardı. Sadəcə vaxtınızı almaq istəmirəm. Yəni, az boynun müxtəlif tələffüzlərdə bu variantlar da var. Yəni, bunlar hamısı dialekt xüsusiyyətlərdir. Bir dialektdə as deyirlər, o birisində az deyirlər. Bir dialektdə qas deyirlər, o birisində kaz deyirlər. Məsəl üçün, Xəzər sözünün yazılışına baxsaq, Kazar deyən də var, Xəzər deyən də var, Xazar deyən də var. Bugün Türklərdə, Anadolu Türklərdə Hazar, ilə deyir, Hazar. Yəni, hər bölgənin özünün bir tələffüz özəlliyi olduğu üçün bu adlarında bu cür müxtəlif deyiliş formaları olur. Amma hamısının anlamı birdir. Hamısı az boyunu bildirir. İstəyirsə onu xazdı, kasdı, aslı, dəxli yoxdur. Bu az boyudur. İndi bu boyun müxtəlif tələffüz variantlarına şəkilçilər qoşulanda hansı tayfaların adları yaranıb? Asak boyu qoşulanda, Azak boyu, bu Azak boyları Azov dənizinin yanında gəlib yaşadıkları üçün elə o dənizə də Azak dənizi deyirlər. İndi Ruslar ona Azov dənizi deyir. Qasak variantı var. Yəni, Qazaq sözü buradan yaranıb. Qazaq eynidir. Məsəl üçün, ər şəkilçisi ilə. Ər də adam deməkdir, kişi deməkdir. Sadəcə bu cür tayfa adlarına qoşulanda artıq şəkilçiləşir. Tayfa bildirən şəkilçiyə çevrilir. Ona görə bunun ər variantı yaranır. Məsəl üçün, Kasar da var, Xazar da var, Xəzər də var. Azar da var, Azər də var. Lar şəkilçisi də bəllidir, cəmlik bildirən şəkilçisidir.
Deməli, azlar adlı boy var, aslar adlı boy var, kaslar adlı boy var. Bunlar müxtəlif bölgələrdə yaşasalar da bunlar eyni xalqdır, eyni boydur. Sadəcə bunların adındakı o dialekt fərqlərdir. İndi sonda da fikir verin, bi şəkilçi ilə yaranıb. Azər bi, kas bi. Yəni, hər ikisi bi şəkilçi ilə yaranıb ki, mən o bi şəkilçi üzərində biraz daha geniş dayanmaq istəyirəm. Zəhmət olmasa bunu da dəyiş, Rauf bəy. Deməli, bi şəkilçisi Azərbaycanda çox güman ki, bu budun, bud sözündən qalma bir hissədir ki, tayfa adlarına qoşulub çoxluq bildirir. Məsəl üçün, bu təkcə Azərbaycan sözündə işlənməyib. Məsəl üçün, aşağıdakı fikir verin, Azərbiqan olubdur, Azərbican, yəni Azərbaycan. Ərəblər gələndən sonra qılar cilaşdı. Bu tək Azərbaycanda deyil. Arosbican adlı bölgə var Araz boyunda, qədim hay qaynaqlarında. Görürük ki, həmin o Arazbican sözü də belə yaranıb. Sonra Alazan çayın ətəyində Kambisena var, Strabonda cadda. Onun da qədim forması görürük ki, Kambicandır. Yəni Kambican sözü də Kambiqandan yaranır. Gene həmin o bir şəkilçidir. Yəni demək istəyirəm ki, Azərbaycan sözünün yaranma modeli bu bölgədə təkcə Azərbaycan sözü ilə bağlı deyil. Bunun bir neçə belə yandaşları var. Mən indi burada üçünü vermişəm, çoxdular. İndi bir şəkilçinin qədimdən burada işlənməsini göstərən bəzi misallara baxaq. Rauf bəy, bunu da zəhmət olmasa dəyiş. Deməli, Sayın Firidun bəy, əgər mümkün olsa biz elə bir cümlədə qutarım, biz bir fasilərək, fasilədən sonra alaq, sonra davam edək. Fasilədən sonra elə davam eləyərik. Cümləyə ehtiyac yoxdur, çünki başlasam... Bəli, o zaman fasilədən sonra. Zəyləmə. Təşəkkürlər, buyurun, əziz həmvətənlər. Qısa bir ara alırıq və sonra telefonlarımızda imkan olsa açıq qoyacaq. Buyurun.